atalar övladları ilə məşğul olmurlarsa, gün ərzində heç olmasa onlarla 20 dəqiqə vaxt keçirmirlərsə, onda gerisini sizə Kəmal Osmanova danışacaq. Atası ilə az vaxt keçirən uşaqlar telefona daha çox bağlanır. Yeni araşdırmalar göstərib ki, uşaqların telefonda və ya planşetdə keçirdiyi vaxtın əsas səbəbi gadjet sayı deyil, ataların uşaqlarla nə qədər vaxt keçirməsidir. Cambridge Universitetinin inkişaf psixoloqu Michael Lamb 12 il ərzində 3800 ailəni müşahidə edib və maraqlı nəticəyə gəlib. Gündə 20 dəqiqədən az aktiv ünsiyyət quran ataların uşaqları telefonda orta hesabla 3,2 saat daha çox vaxt keçirir. Mütəxəssislər bildirib ki, uşağın beyni daim emosional əlaqə və maraq hissi yaradan dopamin hormonuna ehtiyac duyur. Ata ilə oyun oynamaq, söhbət etmək və birlikdə vaxt keçirmək bu ehtiyacı təbii şəkildə qarşılayır. Ata diqqəti az olduqda isə uşaq həmin hissi ekrandan almağa çalışır. Stanford Universitetinin 8000 ailə üzərində apardığı başqa bir araşdırma da bunu təsdiqləyib. Tədqiqat göstərib ki, atalar uşaqları ilə gündə təxminən 40 dəqiqə aktiv vaxt keçirdikdə, uşaqların ekran qarşısında keçirdiyi müddət 3 ay ərzində 62% azalıb. Maraqlıdır ki, bunun üçün qadağalar və ya telefonun əlindən alınması tələb olunmayıb.